Salam, bugünkü dərsimiz complex object, yəni mürəkkəb tamamlıqdır. İngilis dilində iki cür tamamlıq var. Birincisi sadə tamamlıq, digəri isə mürəkkəb tamamlıqdır. Sadə tamamlıq bir dənə nitq hissəsi ilə ifadə olunur. Məsələn, I wrote a letter. Burada a letter sözü tamamlıqdır və bir nitq hissəsi ilə ifadə olunubdur. Və ya I want to go. Burada to go tamamlıqdır və bir nitq hissəsi ilə ifadə olunubdur. Mürəkkəb tamamlığı isə 2 və daha artıq nitq hissəsi ilə ifadə olunur. Məsələn, I want him to go. Burada mürəkkəb tamamlıqdır. Him to go bu bizim tamamlığımızdır və him yəni əvəzli, to go yəni feillə ifadə olunmuşdur. Yəni 2 dənə müxtəlif nitq hissəsi ilə ifadə olunmuşdur. Deməli, sadə tamamlıqda bir dənə nitq hissəsi olur, amma mürəkkəb tamamlıqda 2 və ya daha artıq nitq hissəsi olur. Əgər mürəkkəb tamamlıq işlənibsə, bu zaman 2 dənə feil olur cümlədə. Bu feillərdən birinci feil əsas feil, ikinci feil isə tamamlıq rolunda çıxış edən feildir. Məsələn, I want him to go da belə bir cümlədə 2 dənə feilimiz var. Bunlardan biri want, digəri isə to go-dur. Birinci işlənən feil əsas feildir. İkinci, to go isə əsas feil hesab olunmur, cümlənin tamamlığı vəzifəsində işlənən feil olur. Hər feilin də özünün xüsusiyyətləri var. Yəni, birinci feilin özünə aid xüsusiyyətləri var, ikinci feilin isə özünə aid xüsusiyyətləri var. Birinci feil cümlədə əsas xəbər kimi çıxış edir. Məsələn, I want him to go cümləsində want birinci feildir və cümlənin əsas xəbəri kimi çıxış edir. Və bu want yəni əsas feilimiz şəxsə görə, zamana görə dəyişə bilir. Gəlin nümunələrə baxaq. Məsəl üçün, he expects me to pass. Burada əsas feilimiz, birinci feilimiz expects-dir və bu şəxsə, zamana görə dəyişə bilən hissədir. Yəni, he ilə expect-in sonuna SES artırıla bilər və yaxud da ki, zamana görə dəyişib sonuna ed artırıb keçmiş zamana sala bilərik. Amma ikinci gələn feil cümlədə şəxsə görə, zamana görə dəyişə bilmir. Yenə eyni cümlələrə baxaq, fərqi anlayaq. Məsələn, he expects me to pass. Burada ikinci feilimiz, yəni pass feilimiz cümlənin tamamlığı kimi işlənən ikinci feildir. Və bunu şəxsə görə və ya zamana görə dəyişmək olmaz. Şəxsə görə, zamana görə birinci feili dəyişirik. Yəni, he üçüncü şəxsin təki olduğuna görə burada passin sonuna es artırmaq mümkün deyil. Çünki bu ikinci feildir və ikinci feil dəyişmir, olduğu kimi qalır. Eləcə də zamana görə dəyişmir. Yəni, anlaya bildiyimiz kimi they expected me to visit cümləsi keçmiş zamanda işlənibdir. Artıq visitin sonuna ed artıra bilmərik. Çünki ikinci feil əsas feil sayılmadığına görə o şəxsə görə dəyişmir, zamana görə dəyişə bilmir. İkinci feil necə ola bilər? İkinci feil to hissəcikli, to hissəciksiz və ya ing-li ola bilər. Bu da cümlədə işlənən birinci feildən, yəni cümlənin əsas xəbərindən asılıdır. Buna görə də cümlədə işlənən əsas feilləri 3 qrupa bölmüşük. Birinci qrup feillər, ikinci qrup feillər və üçüncü qrup feillər. Birinci qrup feillər to hissəcikli olmur və ing-li olmur. Yəni, birinci qrup feillərdə nə to işlənə bilməz, nə də ki, ing işlənə bilməz. To-suz olur, ing-siz olur. İkinci qrup feillər isə to-suz da ola bilir, ing-li də ola bilir. Üçüncü qrup feillərdə isə mütləq to istifadə edilməlidir. Bu qrup feilləri mütləq əzbərləmək lazımdır. Birinci qrup feillər 2 dənədir. Let, icazə vermək, bir də make və make-in keçmiş zamanı made ikinci qrup feillərdir. Make-in də mənası məcbur etməkdir. Bunlardan sonra nə to yazmaq olmaz, nə də ki, feilin sonuna ing yazmaq olmaz. Məsələn, let me learn-də, əgər burada learn yox, to learn olsaydı, bu səhv sayılacaqdı. Çünki let-dən sonra ümumiyyətlə to yazmaq olmaz. Və ya made me wash-da wash'un sonuna tutalım ki, ing yazıbsa, bu da səhv sayılacaqdır. Çünki made-dən sonra nə to gələ bilməz, nə də ki, ing gələ bilməz. Let və make-dən sonra qəti olaraq to yazmırıq, ing yazmırıq.
İkinci qrup feillər hansılardır? Gördüyümüz kimi 6 dənə feildir və bunlar bizim əsasən duyğu üzvlərimizlə bağlıdır. Məsəl üçün see görmək, gözlərimizlə görürük. Hear eşitmək, qulaqlarımızla eşidirik. Watch izləmək, yenə gözlərimizlə izləyirik nə isə. Bu feillər və bu feillərin keçmiş zaman formaları özlərindən sonra tuzsuz və ya ing tələb edir. Yəni şagirdlərin çoxu burada çaşır nə mənada? Onlar fikirləşir ki, yalnızca ing gəlməlidir. Yəni məsələn testdə qoyu götürmürlər, yalnızca going'i götürürlər. Bu səhv yanaşmadır. Tək ki tuzsuz olsun. Yəni tuzsuz olandan sonra feili götürmək olur və ya ing olanı götürmək lazımdır. Yəni testdə see, him, go da yazsaz düz olar. See, him, going da yazsaq düz olacaq. Bu feillərdən 6 dənədir cəmi. Bu feillərdən sonra həm tuzsuz feil yazmaq mümkündür, həm də ki, ing feil yazmaq mümkündür. Məsələn, ola bilər ki, A variantında tuzsuz, B-də ing olsun. Xeyr, belə bir şey mümkün deyil. İkisindən biri olur. Yəni testə gedəndə, testləri işləyəndə görəcəksiniz ki, orada yalnızca ikisindən biri işlənib. Ya variantda to hissəciksiz məstəri işlənibdir, ya da variantda ing işlənibdir. İkisi variantlarda eyni vaxtda verilə bilməz. Üçüncü qrup feillər isə çoxdur. Bu feillər to hissəciyi qəbul edən feillərdir ki, bu feillərdən sonra mütləq to yazmaq lazımdır. Yəni bu feillər gəlir, bu feillərdən sonra obyekt, yəni tamamlıq işlənir. Daha sonra to hissəcikli feilimizi yazmaq lazımdır. Dediyim kimi bu qrup feillər çoxdur. Yəni mən bura sadəcə 5 dənəsini yazmışam, amma digərlərini də öyrənmək əlbəttə ki, lazımdır. Şagirdlərin çoxu bu qrup feilləri öyrənməkdə biraz daha çətinlik çəkirlər. Bu qrup feillərin hamısını əzbərləyib yadda saxlaya bilməsəniz belə, əgər siz birinci və ikinci qrup feilləri öyrənmisinizsə, işiniz asan olacaq. Niyə? Çünki birinci qrupdan sonra tuzsuz ing-siz gəlir, 2-dən sonra tuzsuz amma ing ilə gəlir. Bu ikisini əzbərləyəndən sonra, bu iki qrupu əzbərlədikdən sonra yerdə qalan bütün feilləri üçüncü qrup feillər olaraq adlandırıb, yəni fikirləşərsiniz ki, birinci qrupu öyrənmişəm, ikinci qrupu öyrənmişəm, 3 biraz yadımda qalmır, amma mən öyrəndiklərimi çıxandan sonra variantda da yenə asanlıqla cavabı tapmaq mümkündür. Bunlardan sonra to gəlir. Want me to join. Əgər burada to olmasa səhvdir. Join-ın sonunda ing olsa yenə səhvdir. Mütləq burada to istifadə edilməlidir üçüncü qrup feillərdən sonra. Testdə edərkən diqqətli olmağımız gerəkən məqamlar var. Hansılar ki, bura ikinci qrup feillərdə diqqətli olmalıyıq. Nə səbəbə? Çünki ikinci qrup feillərdən sonra demişik ki, mütləq ing işlənməlidir. Amma həqiqətən də ing-li sözü nəzərdə tuturuq. Yəni ing-li sözün qabağına başqa heç nə yazmaq olmaz. Yalnızca ing-li sözün özü gəlməlidir. Ing-li sözün qabağına əmizar yazmaq, was-were yazmaq qəti olaraq düzgün hesab edilmir. Yəni I saw him watching düzgün mürəkkəb tamamlıq cümləsidir. Niyə? Çünki saw işlənibdir. Özündən sonra isə ing qəbul etmiş feil gəlibdir. Amma I saw his watching desək, bu səhv sayılacaq. Yəni cümlə səhv deyil. Sadəcə olaraq cümlədə mürəkkəb tamamlıq yoxdur. Yəni bu mürəkkəb tamamlıq olan bir cümlə sayılmır. Ona görə də düzgün hesab edilmir. Yəni uzun sözün qısası, əgər watching, yəni ing qəbul etmiş bir söz işlənibsə, həmin sözün qabağına to be yazılan variant səhv variantdır. Yəni ing qəbul etmiş sözün qabağında əmizar, was-were olaraq cavab seçmirik. İkincisi, cümlədə and bağlayıcısı olanda diqqətli olmaq lazımdır. And bağlayıcısı həmcins üzvləri bir-biri ilə bağlayır. Bəzən bağlayır, bəzən bağlamır. Əgər and həmcins üzvləri bir-birinə bağlayıbsa, ing hər sözə ayrı-ayrılıqda artırılır. Məsələn, I saw him dancing and singing. Bu cümləyə fikir versək, burada so-dan sonra yenə ing qəbul etmiş söz gəlməlidir. Və ing hər sözə ayrı-ayrı artırılmalıdır. Burada fikir verirəm ki, and bağlayıcımız işlənibdir. Dancing-ə bir ing artırmışam, singing-ə isə ayrılıqda ing artırmışam. Yəni and bağlayıcısı işlənəndə ing-ni hər sözə ayrı-ayrılıqda artırmaq lazımdır. Amma əgər
And bağlayıcısı işlənibsə, to-yu hansı sözə yazırıq? To-yu yalnızca birinci gələn sözə yazmaq lazımdır. Məsələn, Nuray asked me to read and write. Burada fikir versək, and bağlayıcısı işlənibdir. To read və write sözləri işlənibdir. Burada write-ın əvvəlinə to yazmamışam. Səbəb də odur ki, and bağlayıcısı işlənəndə to-yu yalnızca birinci gələni, yəni birinci gələn read feilidir. Read-in qabağına yazmaq lazımdır. Artıq write-ın qabağına yazmaq lazım deyil. Yəni ing vardısa, and bağlayıcısı işlənibsə, ing-ni hər sözə yazırıq. Amma to işlənibsə, to-yu yalnızca birinci gələn feilimizə yazırıq. Bəzən and bağlayıcısı həmcins üzvləri birləşdirmir. Bu zaman necə olacaqdır? Gəlin sizə nümunə üzərində izah edeyim. Məsələn, he made me work and told not to play a computer game. Burada sırayla baxırıq. Made-dən sonra nə gəlməlidir? To hissəciksiz. Work-də to hissəciksizdir. Told nədir? Told özündən sonra to tələb eləyir. Told-dan da sonra to hissəcikli gəlir. Yəni sırayla tapırıq. Yəni made-dən sonra to-suz və told-dan sonra to hissəcikli olaraq cavabımızı seçmək lazımdır. Və cümlədə insan adları, şəxs adları olduğu kimi qalır. Yəni ismlər və ismi birləşmələr olduğu kimi qalır. Yalnızca şəxs əvəzliyinin adlı halını obyekt halı ilə əvəz eləmək lazımdır. Yəni cavabları seçərkən I yox, me yazmaq, you zaten eyni qalır, he yox, him yazmaq, she yox, her yazmaq lazımdır. Yəni adlı halın yerinə obyekt haldan istifadə etmək lazımdır. Gəlin elə bu nümunədə baxaq. He made me work. Əgər bunun me-in yerinə I istifadə edilsəydi, bu səhv sayılacaqdı. Çünki mürəkkəb tamamlıqda adlı haldan qəti olaraq istifadə etmirik. Adlı halın yerinə, əvəzinə obyekt haldan istifadə etmək lazımdır. Və biz yuxarıdakı qaydada birinci qrup feillərdə dedik ki, make-dən sonra to hissəciksiz məsdər gəlməlidir. Bu 98% hallarda belədir. Məsələn, the teacher made me learn new vocabulary. Burada teacher made yazıbdır. Bundan sonra to hissəciksiz yazmışam. Yəni learn sözündə burada to yoxdur, ing yoxdur. Yəni to da olmaz, ing də olmaz. Amma iki dənə istisnamız var ki, həmin istisna hallar olarsa, made-dən sonra to hissəciyi yazmaq lazımdır və ya make-dən sonra to hissəciyi yazmaq lazımdır. Birinci istisnamız nədir? Birinci istisnamız to be üstə gəlsin made formasıdır. Yəni, əgər made-in qarşısında to be-nin formaları am, is, are, was, were, will be, have been, has been, had been işlənibsə, bu zaman to yazmaq lazımdır. Çünki bu zaman bu söz məhcul növdə işlənmiş olur və məhcul növdə işləndiyi üçün özündən sonra to hissəciyi gəlməlidir. Yəni, əgər siz cümlədə made-in qabağında əmizaj görürsünüzsə və ya will be görürsünüzsə, mütləq to hissəciyi olanı götürmək lazımdır. Am made, is made, are made, was made, were made, will be made, have been made, has been made və had been made. Hamısından sonra to hissəciyi yazmaq lazımdır. Məsələn, gəlin nümunəyə baxsaq, deməli, burada he has been made to work in poor conditions. Burada made-in qabağında nə işlənibdir? Has been işlənibdir. Yəni, to be-nin forması işlənibdir. Buna görə də made-dən sonra mütləq to istifadə etmək lazımdır ki, istifadə də edibdir. Bir də ikinci hal odur ki, make ilə işlənən birləşmələr ki var idi. Məsələn, make a cake, make tea və s. Bu birləşmələrin tərkibində işlənirsə, özündən sonra to gələ bilir. Məsələn, I make a cake to take to parties. Burada make a cake bir birləşmədir. Birləşmənin tərkibində olduğuna görə özündən sonra to işlənibdir. Deməli, iki halda make-dən, made-dən sonra to hissəciyi yazmaq lazımdır. Birincisi, əgər made-in qabağında to be işlənibsə, to yazırıq. İkincisi, əgər make birləşmələrin tərkibində işlənibsə, to hissəciyi yazmaq lazımdır. Qalan bütün hallarda to hissəciyini yazmırıq. Yəni, to-suz, ing-siz yazırıq. Ümumiyyətlə,
Əgər cümlə məchul növdədirsə, yəni söz, həmin feil məchul növdə işlənibsə, ikinci qrup feillərdən sonra da to yazmaq lazımdır. Məsələn, keçən dəfə dedim ki, yəni bayaq dedim ki, ikinci qrup feillərdən sonra to yazmırıq, ing yaza bilirik. Amma əgər ikinci qrup feillər hansıları idi? To see, görmək, to observe, to notice, to watch, to feel və s. bu kimi feillər idi. Əgər bu feillərin də qabağında to be işlənibsə, mütləq to yazmaq lazımdır. Məsələn, I was seen to watch TV. Burada seeing məchul növ formasıdır, yəni participle to formasıdır. Qabağında to be işlənibdir. To be, yəni was işlənibdir. Bu zaman özündən sonra to işlənməlidir. Yəni ümumiyyətlə bu qaydamız həm də ikinci qrup feillərə aiddir ki, ikinci qrup feillərdən əvvəl to be işlənibsə, həmin feillərdən sonra to yazmaq lazımdır. Bir də ingilis dilində sual bildirən sözlər how, where və what sözlərindən sonra to yazmaq lazımdır. Yəni how solve yox, how to solve yazmaq lazımdır. Where go yox, where to go yazmaq lazımdır. What read yox, what to read yazmaq lazımdır. Və ya ing yazmaq olmaz. How, where və whatdan sonra mütləq to istifadə etmək lazımdır. Və sadalananlara fikir vermək lazımdır. Əgər sadalanan sıra ilə gedirsə, biz də ona uyğun cavabları yazırıq. Məsələn, want-dan sonra nə gəlməlidir? To gəlməlidir. To let yazırıq. To let-dən sonra nə gəlməlidir? Let-in özündən sonra to-suz gəlməlidir. Burada da qoyub to-suz yazırıq. Yəni sadalanan sıra olanda hər biri özündən bir əvvəlki feilə uyğun olaraq yazılır. Yəni qoyub let-ə uyğun olaraq yazırıq. To let-i də want-a uyğun yazırıq ki, want özündən sonra to hissəcikli məstərin gəlməyini tələb eləyir. Bir də ingilis dilində tell və told-da xüsusi fikir vermək lazımdır. Tell və onun keçmiş zaman forması told-dan sonra obyekt, yəni tamamlıq gəlir, daha sonra to gəlməlidir. Yuxarıda üçüncü qrup feillərin içərisində vardı. He told me to write. Burada told işlənibdir. Yəni tellin keçmiş zamanı. Daha sonra obyekt işlənibdir. Daha sonra to işlənibdir. Bu düzgündür. Amma əgər to obyektin qabağına keçsə, yəni me'in əvvəlinə keçsə, bu səhv olacaqdır. Yəni tell və told-dan sonra birbaşa to'yun özü gəlmir. Birinci obyekt gəlir, sonra to gəlir. Tell to me demək olmaz, amma tell me to demək olar. Told to him demək olmaz, amma told him sonra to demək olar. Yəni tell-dən və told-dan sonra birbaşa düz yanlarına to-yu yazmırıq. Belə yadınızda saxlaya bilərsiniz. Və mürəkkəb tamamlığın inkar forması ancaq not ilə düzəlir. Yəni mürəkkəb tamamlığın inkar formasını seçəndə variantda don't, doesn't, didn't bunların heç birini yazmaq olmaz. Düzgün forma necə olacaq? I want him not to earn. Deməli, burada nə var? Not to earn var. Artıq bura don't to earn və yaxud da ki, didn't to earn və s. Belə bir şey istifadə etmirik. İnkar forması notun özü ilə düzəlir. Təkcə notun özü ilə. Don't yazmaq olmaz, doesn't yazmaq olmaz, didn't yazmaq olmaz. Və let make istifadə olunanda, yəni cümlədə əgər let və ya make feilləri vardısa, have-in özünü seçmək lazımdır. Have-in have formasını seçmək lazımdır. Yəni has, had və ya to have yazmaq olmaz. Məsələn, let everybody have a job yazmaq lazımdır. Yəni əgər siz burada everybody-yə fikir verib, have yox, has yazsanız, cavabınız səhv olacaqdır. Çünki burada let var. Let olanda have-in özündən istifadə edirik. Şəxsə görə uyğunlaşdırmaq mümkün deyil. Eləcə də let make istifadə olunan cümlələrdə be'in özündən istifadə edirik. Be'in formalarından istifadə etmirik. Yəni was-dan, were-dən, is-dən, am-is-are-dan, to be-dən istifadə etmək olmaz. Məsələn, let Susan be your friend. Bu düzgün cümlədir. Niyə? Çünki burada let istifadə olunubdur. Let özündən sonra to hissəcəksiz məstərin özünü tələb edir. Yəni burada Susanı görüb bununla is yazmaq, was yazmaq mümkün deyil. Dəyişmirik, olduğu kimi be'in özünü cavab olaraq seçirik. Was-dan, were-dən, am-is-are-dan istifadə etmirik. Çünki let-dən sonra to hissəcəksiz məstərin özü gəlməlidir.